Salam dostlar, mən Elnur Rəsulov. AzFinLab olaraq öyrətdiyimiz sistemə əsasən üçüncü real hesabda ticarət videomuzu çəkəcəyik. Ümid edirəm fayda olar. Dünən ticarət etməmişdik. Yeri gəlmiş Amerikan bazarı açılıb artıq və gözləyirik. Dünən ticarət etməmişdik. Səbəbi oydu ki, dünən Amerikada federal ehtiyatların faiz dərəcəsi ilə bağlı qərar açıqlandı. Bildiyimiz kimi 3,75%-ə saxladılar dəyişməz olaraq. Amma ümumən xəbər günü əgər Forex bazarında və yaxud da digər bazarlarda ticarət etsə, qısa vədəli ticarətlə məşğulsunuzsa, xəbər vaxtı ticarət etməmək əslində daha məsləhətdir. Çünki xəbər vaxtı qurulan strategiyalar və sairələr o qədər də effektiv olmaya bilir. Səbəb nədir? Çünki məsələn breakout strategiyası üzrə ticarət edirsinizsə, tutaq ki, xəbər vaxtı bazar gözləmə mövqeyinə keçə bilir və yaxud da həddindən artıq volatilliyi ola bilir. Yəni bu baxımdan dünən ticarət etmədik. Bu gün gözləyirik, görüm bazar bizə istədiyimiz şərti verəcəkmi? Verəcəksə ondan sonra ticarət edəcəyik. Lakin diqqət etirsəniz, dünən əslində Amerikan bazarı açılandan sonra əslində çox yaxşı fürsət oldu. Bazar kəskin şəkildə aşağı vurmuş oldu. Amma biz bunu bilə bilmirdik təbii. Sadəcə olaraq əgər hər kəsin özünə uyğun strategiyası olur və müəyyən qaydaları olur. Bizim də qaydalarımızdan birisi odur ki, xəbər vaxtı ticarət etmirik. Söhbət vacib fundamental xəbərlərdən gedir. Məsələn, Amerikada faiz dərəcəsi açıqlanır həmin gün və yaxud da inflyasiya açıqlanır ki, bazarda böyük bir hərəkətlilik olur və yaxud da əmək bazarı ilə bağlı xəbərlər açıqlanır. Non-farm payrolls açıqlanan vaxtı çalışırıq ki, ticarət etməyək. Və yenə də baxırıq, Euro USD hal-hazırda yuxarı getmək istəyir və ona paralel olaraq USD franka baxırıq. Görüm onunla necədir vəziyyət. Okay, USD frank isə aşağı gedir. Range aşağı qırmaq istəyir. Euro USD yuxarı qırarsa biz əməliyyat açacaq. Bundan da istəyək. USD çift. Hələ ki gözləyirik. Hı -hı. Avro dollarda dünən ring ticarət olub. Euro USD aşağı gəlir. USD frank yuxarı qalxır. Baxaq görüm hansı istiqamətdə range qıracaqlar. USD frank. Get itirim.
Bizim bu sistemdə bazar hal-hazırda ədalətli qiymət zonasının üzərindədir. Diqqət yetirin. Yəni alıcı və satıcı tərəfdə balans var. Hələ ki gözləyirik. USD frank aşağı qırmayıb. Euro USD də range içərisindədir. Baxaq görək. Bugün prinsipcə e, avro dollarda hərəkətli ola bilər böyük. Baxaq. Yəni hələ onun getməsi üçün böyük imkanlar var. Euro USD getmək istəyir. Çift.
Ümumiyyətlə bir müşahidəni də paylaşım. Bir öncəki videoda da bunu demişdim. Əgər bazar uzun müddət range içərisində qalırsa və ondan sonra bir istiqamətdə çox böyük bir hərəkətlilik olur. İndi biz də gözləyirik. Görək orada onlar nə edəcək? Range qıracaqmı? Range içərisində daha mı çox gözləyəcəyik? Baxaq. Hə, range'i qırmaq istəyir. Dollar. USD frank hələ ki tam olaraq qırmayıb range'i. Gözləyirik. Hə, artıq girə bilərik. 2.5 lotdan alış açdıq və uyğun olaraq indi stop lossumuzu qoyaq. Stop lossumuz təxminən bura 1.19615. Təxminən bura. Take profitimiz təxminən bura 1.19829. Təxminən bura. Okey, gözləyirik.
TradingView bölümüne gelip okey. Stop loss olabilir mi? Tabii ki olabilir. Eğer stop loss olarsak bu əməliyyatda biz növbəti şey gözləyəcəyik ki, o stop loss'u çıxara bilək və bu əməliyyatda stop loss olduq. İndi növbəti şeydə hətta stop loss yox, hələ ki olmamışıq stop loss. Çünki mən təxminən 1-2 pips hər zaman bu səviyyədən aşağı qoyuram. Stop loss olaraqsa əgər, o zaman biz aşağı yönlü getməyəsini gözləyəcəyik və ya da təkrar yuxarı yönlü breakout'u gözləyəcəyik. Hal-hazır gözləyirik. Yəni stop loss ola bilərmi? Təbii ki, hər zaman. Hər əməliyyatı açanda mütləq şəkildə stop loss olma ehtimalı vardır. Gözləyək. Ola bilər bu əməliyyatda stop loss olaq. Aha, bu əməliyyatda stop loss oldu. Okey. İndi baxaq. Range aşağı qırarsa biz satışacağıq. Təxminən $190 itirmişik. İndi onu bərpa etməyə çalışacağıq. Okay. Euro. Nə oldu baxaq. Hı -hı. Euro altı çox böyük bir yüksəliş olub əslində. Biz bunu qeyd etirin. Euro altı böyük bir qırılma olub sürətlə yüksəlib, amma biz onu qaçırtmışıq təbii ki. Euro altda yoxdur. Yenidən Euro USD-yə geri qayıdaq. GBP USD-yə baxaq görüm, hər hansı bir fürsət varmı? GBP USD sərt bir şəkildə aşağı vurub. Buna da gecikmişik. Hal-hazırda ancaq biz Euro USD-də gözləyirik.
USD frank da yuxarı getmək istəyir. GBP oldu. Buna baxaq. GBP altı da çox gözəl bir yüksəliş olub, amma biz bunu da artıq qaçırtmışıq. Çox gözəl bir yüksəliş olub. Okay, Euro USD qalıb davam edirik. Fürsət olarsa aşağı yönlü açacaq. Əgər Euro USD aşağı qırsa və USD frank da yuxarı yönlü qırsa. Hal-hazırda USD frank hələ ki range'in içərisindədir. Diqqət etirin. Bu səviyyəni qırarsa biz açacaq. Gözləyirik. Stop loss olduğumuz zaman daha çox stop loss'u o zərəri bərpa etməyə fokuslanırıq. Yəni $190 zərərimiz var və onu aşağı yönlü açıb bərpa etməyə çalışacağıq. Aha, Euro USD aşağı yönlü qırmaq istəyir və selə girəcəm mən. Çünki USD frank da yuxarı qırdı və stop lossumuz təxminən bura 1.19 38'ye. Bura take profitimiz təxminən bu isə 19.413. Okay, gözləyək. Bir balaca avro dollarda girməyə gecikdik çünki anidən vurdu, amma zərər yoxdur. Böyük ehtimal avro dollar aşağı yönə gedəcək çünki USD frank yuxarı qırdı range'i və biz bugünkü itkimizi bərpa edə biləcəyik. Gözləyək. Bəs bu da stop loss olsa necə olur? Okay. O zaman bugünlük bu qədər. Trade'i dayandırırıq və bugün bundan sonra ticarət etmirik. Növbəti günü gözləyirik. Yəni önəmli olan, belə deyək, sizin itirdiyiniz faizin fiks olunmasıdır ki, mən ard-arda 2 trade etsəm və ya 3 trade etsəm, üçü də stop loss olsa, mən toplam nə qədər itirəcəm? Əgər onu siz öncədən bilirsinizsə və onu hesablamısınızsa, strategiyanızın, belə deyək, gözlənilən dəyəri uzun vədə sizə nəticə verirsə, siz o qaydaları təyin edib o formatda ticarət edə bilirsiniz. Biz günlük 2 ticarət edirik və bizim ümumi itkimiz təxmini olaraq 3%-ə yaxın olur. Əgər 2 ard-arda stop lossumuz gələrsə. Bu halda da təbii ki, artıq onu dayanırıq və növbəti günə keçirik.
Normalda bazar bu hissədəki likvidliyi aldı, yəni stop lossları aldı və geri qayıtdı. Böyük ehtimalla bu hissədəki likvidliyi yenidən alacaq. Yəni burada stop lossları var, bunları alacaq bazar. Yəni bu böyük ehtimallı bir əməliyyatdır ki, avro dollar aşağı gedəcək. Belirtdim, avro dollar gəlir. USD franka baxın. USD frankda yuxarı range'i qırıb gözləyirik. Stop lossumuzu bərpa etdik əslində. Amma gözləyək. Məncə bazar hələ ki gedici. Bura qədər gəlməsini gözləyirəm.
Take profit. 190 dolar zarar etmiştik. 295 dolar profit. Bugün 105 dolar. Ee, Belə dostlar, ümumən bəlkə də avro dollar çox gedəcək, amma sistematik ticarət bunu gərəkdirir. Əgər siz sistemlə ticarət edirsinizsə, stop loss da ola bilərsiniz. Amma önəmli olan sistemi də qurmalısınız ki, stop loss oldum. Çünki bunun psixoloji tərəfi də var. Siz stop loss olursunuz və bir çox adam bu problemlə üzləşir. Stop loss olandan sonra bir düşüncə yaranır. Bir də mənim setupım nə vaxt yaranacaq? Mən nə vaxt ticarət edəcəm və ona görə də qeyri-müəyyən əməliyyatlar açır. Bu da problemdir. Diqqət edin, avro dolların nə qədər enişi oldu. Bu vaxtda dedim tradein başına ki, avro dolların hələ gedəcək yeri çoxdur, davam edəcək. Səbəbi də nədir dostlar? Onu boş demirəm, yəni fala baxar kimi demirəm. Baxın, prinsip isə bu gün bazar ədalətli qiymət zonasını tərk eləməyib. Çox diqqət edin, bu üç xətt bazarın bugünkü ədalətli qiymət zonasını göstərir və belə olan halda bunun olma səbəbləri var təbii müəyyən. Amma bu ədalətli qiymət zonadadırsa alıcı və ya satıcı üçün, yəni bazarda hələ imkan var ki, bir tərəf güclü olarsa onu aşağı, satıcı güclü olarsa aşağı, alıcı güclü olarsa onu yuxarı yönlü aparsın. Bu baxımdan biz bunları təyin etməyə çalışırıq ki, hə, bu gün bazar hardadır. Və bu baxımdan hələ ki avro dolların belə deyək, getmək üçün kifayət qədər imkanı var. Yəni bir öncəki trade videolarımıza baxsanız, orada qeyd etmişdik ki, məsələn, bazar artıq 3-cü səviyyəyə gəlib və ya 4-cü səviyyə çatıbsa, hə, bu artıq belə deyək, bazarın gücü tükənib və s. Amma hal-hazırda bazarın kifayət qədər gücü var ki, bir istiqamətdə hərəkət edə bilsin. Biz istədiyimiz hədəfi götürdük və bazardan da çıxırıq, belə deyim. Yəni ümumən sistematik ticarət edirsinizsə, stop loss olduğunuz zaman, yəni mütləq şəkildə stratejiyə sadiq qalmalısınız və intuitiv bir əməliyyat açmamalısınız. Əgər misal üçün biz stop loss olduq, bazar aşağı qırılmasaydı və ya növbəti bizim istədiyimiz formasiya, setup yaranmasaydı, biz əməliyyata girməyəcəkdik. 190 dolar zərərimiz var. Okay, onu növbəti gün ticarət edib çıxaracaqdıq. Amma bu gün imkan oldu, biz onu bərpa etdik. Yəni stop loss olandan sonra ilk hədəfimiz stop lossu bərpa etməkdir. Zərəri bağlamaqdır, belə deyim. Və yenə də yeni açdığımız əməliyyatda stop loss olardıqsa, o zaman bugün trade-ə son qoyacaqdı. Yəni bugün trade etməyəcəkdik. Çünki iki stop loss insana emosional təsiri və səhv qərar verə biləcəyimizdən dolayı ikinci trade eləmirik. Növbəti günü gözləyirik. Çünki bazar hər gün elə olmur. Sizin strategiyanız qeyd etdiyim kimi expected values, yəni strategiyanın gəlir gözləntisi bir neçə ticarət üzrə deyək, müsbətdirsə və uzun vədədə backtest etmisinizsə, müsbətdirsə, siz stop loss olanda qorxmursunuz. Sadəcə prosesi təkrarlamaya çalışırsınız. Belə, ümid edirəm faydalı olmuşdur. Sonda bir nüansı da qeyd edim. Ümumiyyətlə bəzən o suallar gəlir. Dostlar, bu TradingView platformasıdır. Bu çox bəsit bir şeydir və buradan qeydiyyatdan keçmək çox sadədir. Bəzən bu suallar gəlir, mən onu cavablandırmaq istəyirəm. TradingView-dan niyə istifadə edir? Çünki TradingView analiz üçün möhtəşəm imkanlar verir. Daha rahatdır. Bu MT4, MT5 platformasıdır. Bu, belə deyək, ticarətin icrası sürət baxımından daha effektivdir. MetaQuote şirkətinin yazdığı bir platformadır. Daha etibarlıdır və dediyim kimi ticarətin sürətinə görə ən effektiv platformalardan birisidir. Amma analitika üçün TradingView bir çox, yəni əksəriyyət artıq belə deyək də analizləri TradingView üzərindən aparır. Siz də çox rahat bir şəkildə TradingView-dan qeydiyyatdan keçə bilərsiniz. Ödənişli və ya ödənişsiz versiyasını istifadə edə bilərsiniz. Analiz üçün buradan belə dediyim kimi istifadə edə bilərsiniz. Və son olaraq da fundamental olaraq bilirsiniz, FED dünən faizi də endirmədi, 3.75-də saxladı. Amma ümumən dollar indeksində də 2025-in yanvarından bəri 13%lik bir eniş var. 13%-ə yaxın bir endirim var və bunun səbəbləri də haqqında ayrıca bir YouTube videomda izah eləmişdim, pul müharibələri videomda, oradan baxa bilərsiniz. Və dollardakı eniş davam edəcək. Təbii aşağı, yuxarı yönlü korreksiyaları olmaq şərti ilə uzun vədəli perspektivdə dolların ucuzlaşması qaçınılmazdır. Bunun başlıca səbəbi odur ki, Amerikanın 38 trilyon dollar borcu var və 10 trilyon dollar borcu bu il ödəməlidir. Və bunun faizləri ilə birlikdə. Belə olan halda təbii ki, dolların bahalaşması Amerikaya heç bir halda sərf etmir. Ona görə Trump administrasiyası, Trump özü durmadan federal ehtiyatları təzyiq edir ki, dolları ucuzlaşdırın. Nə yollansa dolları ucuzlaşdırın və bir mənada dollarda ucuzlaşma diqqət etirsəniz davam edir və edəcəkdir. Belə. Ümid edirəm faydalı olmuşdur dostlar. Sağ olun.